Demək testimizin texniki nasazlıq oldu, üzr istəyirəm izahına. Ölkəmizdə əhalisi bağlı doğru fikirlər müəyyən edin deyir. Əhalinin yaş tərkibində uşaqlar üstünlük təşkil edir. Bu yanlış fikirdir. Bildiyiniz kimi 2. Quba Xaçmaz və Lənkəran iqtisadi janrlarının türkçülüyü olmayan xalqlar yaşayır, düzdür. 3. Azınlı cəmiyyətə sıx məskunlaşıb yanlış fikirdir. Bizdən doğruları soruşur. Bakı iqtisadi rayonunda əhali milli tərkibində şəkil düzdür. 5 yaş saxlıq iqtisadi rayonunda məskunlaşmış avarlıcılar və sağlıq qapqazlarına mənsubdur, düzdür. Yəni 2-4-5 testimizin doğru cavabıdır. 7. Meteoroloji komplekslər əsasən yerli və idxal edilən daş yünü və dəmir fiziği ilə işləyən ölkələr. Baxırıq ki, yerli A variantında İsveçdə yerli meteoroloji ehtiyatı yoxdur. B-də yenə Yaponiya pozur, D-də Fransa pozur, Y-də də Rumıniya pozur. Yəni C variantı yerli xammal əsasən Çin, Rusiya, Car, digərləri isə gətirmə Fransa, İtaliya, Yaponiya. Yəni testimizin doğru cavabı C variantıdır. Növbəti suala biz keçdidək. 48-ci sualda bizdən soruşur ki, uyğunluğu müəyyən edin. Qazaxıstan, Türkmənistan ölkələ veribdir və uyğun fikirlər. Ərazidə Buzats yarımadası yerləşir. Bu Qazaxıstan dövlətinə məxsusdur. Qırğızstanla sərhədə mövcud deyil. Türkmənistana aiddir. Əhalisinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Resverasını çölmüş çöldə bizim yayılmışdır. Bu da Qazaxıstana aiddir, çölmeşə çöl. Çaylar yalnız daxili axar sövzəyə malikdir. Qazaxıstan çaylar Şimal Buzlu Okeanına gedir. Işımışdır, Stobol Obçayını bilir ki, qoldur. O da Şimal Buzlu Okeanına tökülür. Yəni Türkmənistana aiddir. Y variantı 2 aiddir. 1A-D, 2B-yə. 1A-D, 2B-yə. A variant testimizin doğru cavabı 49. Üzvaşımanın zəif etkiyə məntəqələri müəyyən edin. Ceyran çöl olar, Naxçıvan da olar, kontinentaldır. Burada canlı aləmi kasıbdır və bir də təbii ki, Cənub Şərqi Şirvan düzü olar. 1, 4, 6 və Şurazovalın mərkəzi. 1, 4, 5, 6. D variantı doğru cavabdır. 50. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Yayda istifadə olunan çay o deməkdir ki, burada qış aylarında yağıntı çox düşür, amma yayda çayların suvarması deyil. Qışda istifadə olunan çaylar isə, yəni yayda bol sulu olur, qışda az sulu olduğuna görə, yəni yağıntı az düşünə görə qışda çaydan istifadə edilir. Burada baxırıq ki, yayda və qışda. Yəni C variantına fikir versək, Po çayı, Fərat çayı subtropik iqlim qurşağında yerləşdiyinə görə Po ilə Fərat, subtropikdə yayda tropik, qışda mülayimdir. Qışda bol yağıntı olduğuna görə yayda yağıntıya ehtiyac var, suvarma ehtiyac var, istifadə olunur yayda. Qanknana Mekong muson iqlimli rejimli çaydır. Yayda həmin hissələrdə yağıntı onsuz da bol düşür, çox düşür, amma qışda mütləq suvarma ehtiyac var. C variantı doğru cavabdır. Növbəti suala keçdək. 51-ci sualda bizdən soruşur ki, diaqramda Azərbaycan